Salam, hər vaxtınız xeyir olsun. Zabrat Maşdağı yolunun kənarında belə bir gözəl ev təqdim edirəm. Evimiz paket kupçadır. 2,7 sotda inşa olunmuşdu. 240 kvadratdır. Qiyməti 160 min manatdır. Qiymətdə cüzi indirim yenə olunacaq ev sahibi tərəfindən. Evimiz ipotekaya tam yararlıdır. Ev əşyalı satılır. Demək olar ki, o evdə nə görürsünüz, xalça, palaz hamısı qalır. Mebel, hamısı qalır. Bir dənə orada xaladenik, bir də televizorun biri ilə bax belə bir-iki dənə nəsə çıxacaqdı evdən. Qalan hamısı qalır. Bax gördüyünüz bütün əşyalar qalır. Deməli, evimiz 160 min manata deyilir. Aşağı yeri var. Evin sənədi dediyim kimi kupça paket kupçadır. İpotekaya tam yararlıdır. 7 otaqdan ibarətdir. Birinci mərtəbəsi kürsülüdür. İstilik sistemi kombidir. Kommunallar hamısı var və fasiləsiz verilir. Balaca otaq dediyim buradır. Bunlar praşni kimi istifadə edir, amma yataq otağı kimi normal işlətmək olar. Yəni ki, haradasa 3-ün 4-də otaqdır. O birisi otaqlar çox böyük olduğu üçün onların yanında cılız görsənir, balacadır. Yəni o birisi otaqlar həqiqətən böyük-böyükdür. Belə. Sonra düşək indi aşağıki evlə tanış olaq. Zalın böyüklüyünə baxın, maşallah olsun. Qonaq otağı görün nə bu böyüklükdədir. Əməlli başlı bir nişan yola vermək olar burada. Keçək mətbəxə. Mətbəxdə gördüyünüz hamısı qalır. Bir dənə xaladenik çıxacaq. Yəni mebeli zad hamısı təzədir, qəşəng. Keyfiyyətlidir. Ev, onu da xatırladım ki, ev şəxsi özü üçün tikilmiş evdir. Evin keyfiyyətinə söhbət ola bilməz. Otaqlar geniş, keyfiyyətli tikilmiş bir evdir. Bura birinci mərtəbənin sanitar qovşağıdır, sanuzeldir. Deməli, burada böyükdür. Arxa tərəfdə kladovka var. Bura kladovka kimi hamamı ayrı-ayrı da eləmək olar. Məsələn, tualetlə hamamı ayırmaq da olar. Yəni, burada görürsünüz, ayrı-ayrı eləmək mümkündür. Onlar oranı kladovka kimi nəzərdə tutublar. Hamam tualeti də bu yan tərəfdə. Yəni, ayrı-ayrı da eləmək mümkündür. Xatırladıram ki, evimiz paket kupçadır, ipotekaya yararlıdır. 160 min manata deyilir. Qiymətdə endirim yeri var. Endirim olunacaq. Evin sağına da, soluna da keçməyə yer var. Çöldə də bir dənə sanitar qovşağı var. 4 tərəfi kamera ilə təchiz olunmuşdu evin. Onu da deyim ki, ev yəsinin dediyinə görə kombinin, aparat kombi bahalıdır. Germaniyanınkidir. Yəni, belə bir söz də dedi. İndi burada çöldəki sanitar qovşaqdır. Heç yaxşı çəkməmişəm. Bu kombini çəkməyə çalışmışam. Qaranlıq olduğu üçün işığı da yandıra bilmədim. Ona görə yaxşı çəkə bilməmişəm. Allah alana da satana da xeyir versin. Kimin nə sualı varsa da 316 68 12 cin nömrəmdir. Zəng eləsin. WhatsApp-la da əlaqə saxlaya bilərlər. Zəng eləsinlər, əlavə nə soruşsalar, nə öyrənmək istəsələr deyim.